Bu yaxınlarda bir qardaş sual verirdi ki, Allahın Subhanahu Teala'nın qullarına qarşı etdiyi yaxşılıqlar, Allahın qullarına qarşı etdiyi yaxşılıqlar. Fürsət yer gəlmişəm bunu inşallah ki, tanışmaq. Baxın, Allah Subhanahu Teala qullarına qarşı çox rəhimli və mərhəmətlidir. Və yaxşılıqları o qədərdir ki, Subhanallah, sayı hesabı yoxdur. İbn-i Qayyim Rahiməhullah buyurur ki, deyir ki, Allahın deyir, quluna gizlidə olan yaxşılıqlarını, Allahın quluna gizlidə olan yaxşılıqlarını, qul deyib, bir dəfə deyib, bir anlıq, bir dəqiqəlik, bir neçə vaxtlıq deyib, bilsə deyib, onun sevincindən deyib, ürək partlayıb ölər deyib, Subhanallah. Fikir verirsiniz. Allah Subhanahu Teala gizlidə bizə nə qədər yaxşılıqlar eləyir. Aşağıda olanlar demir. Gizlidə, vallahi, Allah Subhanahu Teala gizlidə qullarına qarşı nə qədər yaxşılıqlar eləyir. Baxın, biz səhər-səhər evimizdən çıxırıq kimsə, işinin arxasınca, kimsə elminin arxasınca, hər bir sahəsi var da, düzdür. Onun evlatları qalır evdə. Ən çox uşaqlar üçün qorxurlar da, beləcə uşaqlar 3 yaşında, 4 yaşında, təzə-təzə yeriyən uşaqlar üçün, düzdür. Bir ata olaraq, özür istəyirəm, hamının fikri, qəlbi uşağın yanında qalır. Nə qədər şeylər baş verə bilər ki, evdə. Allah hamısını qoruyur, Subhanahu Teala. Canik tökülə bilər üstünə, qazlarını yandıra bilər, əlini razetkə sala bilər, yüzlərlə. Olur da elə şeylər, elə deyil mi? Yüzlərlə şeylər baş verir. Allah Subhanahu Teala qoruyur, Subhanallah. Bunlar hamısı Allahın qullarına qarşı etdiyi yaxşılıqlar, gizlində olan. Biz bildiklərimiz sayırıq. Yüzlərlə bilmədiyimiz şeylər var, Subhanallah. Fikir verin, insan oturub fikirləşsə ki, bir anlıq bilsə ki, Allah ona nə qədər rəhimlidir. Ona qarşı, ailəsinə qarşı, evlatlarına qarşı ürək partlayar sevincində, Subhanallah. Ona görə insan da bunu biləndən sonra həmin o Rəbbi olan Allahı, Subhanahu Teala'nı çalışıb layiqincə necür deyirlər, şə'nə təriflər deməlidir, layiqincə onu yəni, tərif etməlidir, layiqincə ona ibadət etməlidir. Çalışıb Allahın dediklərini yerinə yetirməlidir. Çünki Allah Subhanahu Teala sənə nə qədər yaxşılıqlar eləyir. Baxın, bizlərdən kimsə bizə qonşulardan və qohumlardan bir yaxşılıq eləyəndə, aşkarda olan yaxşılıqda nə qədər ona təşəkkür edir, düzdür? Bəlkə 10 dəfə. Verənə qədər bir şeyi verməmişdən sonra, verəndən sonra, verən əsnada. Allah bizə nə qədər yaxşılıqlar eləyir, Subhanahu Teala. Nə qədər bizə nemətlər verib, Subhanahu Teala. Biz də bunun şükrünü qaytarmalıyıq, biz də bunun həmdini etməliyik Allaha qarşı. Allah daha doğrusunu bilir.